Dəyərli soydaşlarım, artıq hamı İlham Əliyevin ətrafındakı hər kəs, İlham Əliyevin özü də, ailəsi də, əmlakını satıb ölkədən qırağa çıxardılar pullarını. Ramiz Mehdiyev villalarından birini 8 milyona satışa çıxartdı. Hakimiyyət mediası bu xəbəri paylaşır. Qeyd edirlər ki, Ramiz Mehdiyev villalarının birini 8 milyona satır. Bu villaları vəzifədə olanda tikdiribdi. Sual ortaya çıxır ki, bu xəbəri paylaşana kimi niyə araşdırmır ki, Ramiz Mehdiyevdə 8 milyon, təkcə bir villasının qiyməti 8 milyondursa, onlarla, yüzlərlə villası varsa və bu vəzifədə olanda o maaşdan bu villanı 300 il qarğa kimi pox yeyə yaşasa da, o vəzifədə işləsə də tikə bilməz daha o maaşdan. Bu pulu hardan alır? Baxın, mən bilən qədərindən bu villa Tbilisi prospektində olan villası. Patandaqda da dəhşətli villası var, qoşa villaları. O lap zıppıltıdır. Baxın, 36 sotda villa 8 milyon dollara satılır. Hakimiyyət paylaşır. Ramiz Mehdiyevindir. Ramiz Mehdiyevindir. Ala baxın. Baxın millət. Millət baxın. Millət villaya baxın. Millət baxın. Baxın ay millət. Ramiz Mehdiyev 8 milyona satdığı villadır. Ala baxın ay millət. Ala hovuza baxın ay millət. Bay. Oy. Hindistanda şahların heç sarayı belə deyirlər. Şahların. İndi Ramizin villası belədirsə, gör Əlin Ağayevin villası necədir. Gör İlham Əliyevin, Mehribanın villası necədir. Gəlin sizə indi də Mehribanın villasını göstərim. Buna baxın ay millət. 22 milyon manata Bakıda otel Mehriban Əliyevaya bağlı. Otel satışa çıxarıldı. Bilmirəm bu otelin adı nədir. Rəsmi xəbərdir ha. Amma Mehriban yazmayıblar. Mehriban Əliyevaya bağlı. Bütün otellər zaten Mehribanındır da. 22 milyon manata oteli satışa çıxarıb. Niyə? Artıq İranda da Mehriban Əliyev İranda da yer elədi axı. Bankları fəaliyyətə keçdi axı. Üstəlik Çində də bank açacaqlar. Pulları daşımağa yer oldu axı. Yeni təzə yerlər oldu axı.